Gəncənin Cavadxan qəsəbəsində yaşayan 47 yaşlı Əli Dünyamalıyev Baku TV-nin qaynar xəttinə müraciət edib. O, vərəm xəstəliyindən əziyyət çəkdiyini və 5 ilə yaxındır pensiyasının kəsildiyini bildirərək aidiyyəti qurumdan kömək istəyir. Əskəriyyətdə xəstələnmişdim vərəmlə, Bakıda olmuşam əskəriyyət ilə. Mən vərəm banisalarda yatmışam 2000-ci ildə. Pensiya çıxdım. 10 il aldım, ondan mənim pensiyam kəsildi. 5 il olar. Nə qədər şikayət elədim, nə qardım, neylədim, düzəlmədi. Cavab gəlir bax, deyir bərpa ola bilər. Təzədən deyirlər nə bilim bərpa belədir, elədir. Getdim banisiyada yatdım. Nə qədər banisiyada yatmışam, bir ay nə qədər. Yenə də baxmadılar işimə. Mən dar bir yerdə olanda nəfəsim çatışmır, özümü sıxılıram. Başım hərrənir, yıxılıram, özümdə deyiləm. Mən özümü pis eləyirəm. Hər gecə mən yata bilmirəm. İynə, dəlmən, mən hava kimi mən. Yayıq ki, mən əllərim buzlu üşüyür, əllərim. Dolanışığım ondan gəlirdi. Mən heç yerdə də güclü işləyə bilmirəm mən. Samux rayon sakini 1979-cu il təvəllüdlü Dünyamalıyev Əli Abbasoğlu'nun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 3 il ərzində tibb müəssisəsi tərəfindən heç bir forma 88 göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Əli Dünyamalıyevlə bağlı yeni forma 88 sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər.